Ölümü unutmayaq. Ölümü yaddan çıxarmıyıq heç zaman. Allah Mütəala Quran-ı Kərimdə buyurur: "Kullu nəfsin zaiqatul maut." Hər bir canlı ölümü dadacaqdır. Bəzi alimlər bu ayəni belə təfsir edirlər ki, ölüm əcəl insanın sorağına getdiyi üçün ölüm hər bir canlını dadacaqdır. Bu ölüm insanın maddi aləmdə ayrılmaz bir həqiqətdir. Ölüm nədir? Ölüm yəni insanın ruhunun bu maddi cisimdən, bədənindən ayrılmasıdır. Ruh ki insanın bədənindən, bu maddi cismindən ayrıldı, ölüm olur. Hər bir canlı ölümü dadacaqdır. Ənbiyaya qalmayan həyat, dünya, Əyyub əleyhissalama qalmayan həyat, şəhidlərə, şühadaya qalmayan həyat, alimlərə qalmayan dünya, həyat, ömür bizə də qalmayacaq. İnsan gərək hazırlıqlı olsun. Ölüm hər zaman var. 50 yaşasan belə, yenə ölüm sonra o gələcək. Nuh Peyğəmbərin ömrü qədər 1000 il yaşasan, yenə ölüm gələr. Əleyhissalam buyurur: "Əl-mautu babul axir." Ölüm axirətin qapısıdır. Yəni öldün daha tamam. Nə qədər ibadətim, itaətim yox, yalan danışıram, qeybət eləyirəm, şərab içirəm, qumar oynayıram, əhl-i beytin adına yalan danışıram, fəqirə yardım eləmirəm, məscidə yardım eləmirəm və s. və ilaxir. İnsan bunlara hazırlı olmalıdır. İnsan bunlardan çəkinməlidir. Allahın buyruqlarını riayət eləməlidir. O şeydə ki Allah nəhiyylidir, onlarla insan çəkinməlidir. Daha insan öldü, daha qurtardı. Rivayətlərimizdə var ki, o dünyada insana deyir ki, Allah bizi qaytar dünyaya, qaytar, biz tövbə edək, tövbə edirik, qaytar bizi dünyanın yenidən biz səni ibadət tatili ala vuracaq, yox, daha geriyə yer yoxdur. Mən qaytarmışdım sizi dünyaya, sizə 50 il ömür verdim, sizə qədər nimət verdim, nədir, heç bir şey. Daha ölümdən geriyə yoxdur. Həzrəti Peyğəmbər buyurur: "Əksiru zikral maut." Ölümü çox yad eləyin, ölümü çox yadunuza salın, ölümü daim gözünün önündə görün. Niyə görə hədislərimizdə var ki, qəbrəstanlığa çox gedin, qəbrəstanlığa çox gedin. Niyə? Ölümü yada salın. Əksiru zikral maut. Peyğəmbər buyurur, ölümü çox yad eləyin. Niyə? Təmamin abdin əksara zikruhu illa əhya'ullah qalbahu və havvana aleyhil maut. Peyğəmbər buyurur, ölümü çox yad eləyin. Çünki heç bir bəndə yoxdur ki, Allahı çox yad eləməyə, Allah onun qəlbin diri saxlaya. Yəni, hər kəs ölümü çox yad eləsə, Allah həmin bəndəni inəyər, onun qəlbini diri saxlayar. Və havvana aleyhil maut. Və onun ölüm çətinliyini asan eləyər. Niyə görə insan ölümdən qorxur? İnsan ölümünə kişiyə görə qorxur. Biri budur ki, İnsan ölümü bu dünyadan deyir ki, mən öldüm, da hər şey bitdi. Ölümü son bilir. Deyir, mən ki 50 yaşadım, bu ruh çıxdı bədəmdən daha qurtardı. Ona görə insan ölümdən qorxur ki, ölümdən istəmir. Halbuki insan əgər imanı, etiqadı olsa, belə ki, yox. Ruh mənim maddi bədənimdən ayrıldı, mən əbədi yaşamaq yerinə gələcəm. Allah ahirət yaradıb orada, məad yaradıb, behişt yaradıb, orada mən əbədi yaşayacağım. İnsan imanı, etiqadı zəif olduğu üçün neyir? Ölümü son bilir və ölümdən qorxur. İkinci səbəb də budur ki, insan ölümdən qorxur, günahlarına görədir. Məhz günahlar səbəb olur ki, insan neyir? Allahdan qorxur, ölümdən qorxur. Bir nəfər Həzrəti İslam Peyğəmbərinin huzuruna gəldi, sual edir ki, niyə ölümdən qorxuruq? Peyğəmbər bu cavabında buyurdu ki, varım dövlətin var? Buyurdu, bəli, varımdır. Buyurdu ki, onlar dövlətini Allah yolunda infaq eləmirsən, vermirsən? Buyurdu ki, yox. Peyğəmbər buyurdu ki, ona görə qorxursan. Niyə? Çünki elə hey dünya üçün yaşamırsan. Ancaq dünyayı avad eləmirsən. Bu məzmunda bir hekayədə İmam Həsəndən var ki, bir nəfər ağadan sual edir ki, niyə görə ölümdən qorxuruq? Ağa cavabında buyurur, çünki siz bütün dünya üçün çalışırsınız. Ancaq vuruşduğunuz, əlləşdiyiniz dünya üçündür. Yiyim, içim, geyinim, gəzim, evim olsun. Bunlar lazımdır, zəruridir insan üçün. Dilimizdə bizə bunu deyir. Lakin bunlar
Allahın ibadət və itaətlərin qarşısında əvvəldə olmalıdır. Əvvəl ibadət, itaət, əvvəl Allaha bağlılıq, əvvəl günahdan çəkinməklik, ölümü gözünün önündə bulundurmalıq və daha sonra bu maddiyyat düşünməlidir. Dünyanı sevməlidir, dünyanı abadlaşdırmalıdır. İmam Həsən ağa buyurur: İnnəkum əxrabtum axirətəkum və əmmərtum dünyakum fəəntum təkrahunən nəqlətə minəl-umrani iləl-xərab. O buyurur ki, siz dünya üçün çalışdığınız üçün ancaq dünyanı abad edirsiniz, buna görə axirət üçün bir yaxşı iş görmürsünüz. Namaz yox, oruz yox, xums yox, zəkat yox, əmr məruf yox, Əhl-i məclisində iştirak eləməklik yox, məscidə kömək eləmək yox, bir tələbi yardım eləmək yox, cəmiyyəti yardım eləməklik yox. Bunlara xatir siz axirətə qoymuşsunuz ayağın altına, ancaq dünya üçün çalışırsınız. Və buna görədir ki, siz ölümdən qorxursunuz. Siz axirəti qurban verirsiniz dünya. Ölüm yəni bu. Ölüm insanın ruhunun bədənindən ayrılması. İnsan nə qədər Allah mütəala ibadət və itaətini artırmasa, nə qədər günahdan çəkinməsə, nə qədər Allahın buyurduğu yolundan getməsə, insan ölümdən qorxacaq və ölümdən sonra da Allahın o vəd verdiyi cəhənnəm ateşinə şamil olacaq.